Əməkdar artist Lalə Məmmədova şəxsi həyatı ilə bağlı açıqlamalar verib. Publika Az Olayaza istinadla xəbər verir ki, bu barədə sənətçi Qonaq Canlıda danışıb. O bildirib ki, hər kişiyə onu təəccübləndirmək nəsib olmur. 30-dan 35-ə qədər yaşdan sonra sevgidən əvvələ hörmət və güvən keçir. Sevgi onlardan sonra gəlir. O hisslərə çox da bel bağlamaq olmaz. Güvəni qadın hiss etməsə, insanı sevə bilmir. Sevginin bünövrəsi güvənlə qoyulur. Sevən insanlar var ki, qəfəsin içindədirlər, qapı açıqdır, çıxa bilər. Amma o qaranlıqda qalıb, sevgisini içinə bastırmağa üstünlük verir. Kişi də var ki, qadının qarşısında özünü qaya kimi göstərməyə çalışır. Yeləsəndə qamış qədər zəif olur. Danışanda ağzına çullu dovşan yerləşmir. O hissləri yaşayanda gücsüzdür. Özüm kimi olan qadınları nəzərdə tuturam ki, həyatda zərbələri almış, özünü toparlamış qadını təəccübləndirmək hər kişiyə nəsib olmur. Demirəm yükümü daşısın, zaten yükümü özüm daşıyıram. Heç olmasa, sənin keçdiyin yolları keçməlidir ki, əziyyətlərini anlasın. Mən elə-belədən bugün Lalə olmamışam. Daha asan yolları seçə bilərdim. Qarşımdakı insan da mənim qədər əziyyət çəkməlidir. Həyatda bir daşı daş üstünə qoymağı bilməlidir.